Hamıya salam dostlar. Nüssadan Riyaziyyat Məntiq Olimpiyadasına aid sınaq 4 paylaşılmışdı. Mən tərəfdən təbii ki. Təəssüf ki, işləyənlərin sayı 7 göstərir. Lap mən baxanda 0 idi. Bu 7 nəfər işlədi sadəcə. 2-3 nəfər idi, işlədi yəqin 2-3 nəfərdir. Çox təəssüf. Yəni bu boyda imtahan səfərimiz ayın 15 olacaq artıq. İşləyənlərin sayı azdır. Ya görməyiblər, ya da ki, görənlər paylaşmayıb. Görənlər mütləq sınağı paylaşsın. Hasan sınaq paylaşdım. Qoy faydalansınlar. Keçək suallara. Qəşəng suallar var idi burada əslində. Çətin suallardır, razıyam. Deməli, aşağıda verilən cədvəldə Zəhra Ömərin həftə ərzində götürdüyü sual sayları verilib. Zəhra, yəni X yazılan yer 1 əvvəlki gündən 10 sual çox. Məsələn, bu çərşənbə axşamında olacaq X üstəgəl 10. Bunları belə yazmaqdansa 1-1. Belə eləyəcəm. 1, 2, 3, 4, 5, 6-cı gəldi, düşdü Z-ə. Yəni 6-cıya mən nə yazmalıyam? X üstəgəlsin 6 vur 10. Yəni 60. Hər gün 10 artmalıdır. 10 burada artacaq, 10 burada artacaq, 10 burada, 10 burada, 10 burada və 6 dənə 10-cu x plus 60 z-ə bərabərdir. Bunu yadda saxlayın. X plus 60 z-ə bərabərdir. Sonra silək. Deməli, indi yenə eyni qayda ilə bura 1, 2, 3, 4 gəldi düşdü t-nin üzərinə və Ömərdə y olan yerdədir. 20 sual deyir çox. Onda nə olacaq? Bax bu t'nin yerinə nə yazacağım? Y üzərinə gəlinsin 4-cüdür də bu 1, 2, 3, 4-cüdür. 4 vur 20, yəni 80. İndi bizə deyir ki, z-dən t'ni çıx. Z nə idi? X üstə gəlsin 60, çıxılsın y plus z. Y plus 80. O da çıx olacaq, hər ikisi. Çıx 80 olacaq. Bərabərdir, bərabərdir. Burada da x çıxılsın y var. Bunu bizə kömək üçün verib ki, 40'dır. Yerinə 40 yazsam, 60'dan toplasam olacaq 100. X sıxılın y-in yerinə 40 yazdım. 60 toplamda 100. 100'dən də bu 80'ə çıxsam, mənə verəcək nə? 20. Yəni z çıxı fərqi nədir? 20'dir. Cavab olacaq Y variantı. Növbəti maraqlı sual. Sadə sual əslində. Deməli, bir dənə ağacın boyu 150'dir. Alma ağacıdır. 130 cm armud ağacıdır. Bunlar arasındakı fərq, boylar arasındakı fərq nə qədərdir? 150'dən 30 çıxan nə qədər eləyir? 20. 20'ni bunlar arasındakı boy fərqinə bölsək, ili tapacağım. Boy fərqi dedik, biri digərinə 5 cm böyükdür. Yəni 20'ni mən sadəcə 5'ə bölsəm, ili tapacağım. Olacaq 4 il. 4 ildən sonra bunlar boyları eyni olacaq. Cavab variantı. Deyir ki, bütün puluna 6 albom aldıqda 15 manata artıq qalır. Deməli, 6 dənə albomu aynı işarə edirəm. Üstünə də 15 gəlməliyəm. Mənim pulum budur. Əgər 25 manatı da olsaydı, yəni əlavə bir 25 də bunun üzərinə gəlsəm, mən 10 dənə albom ala biləcəm. 10 dənə A. Məsələn, 10 dənə A-dan 6 dənə çıxanda qalır 4 dənə A. Bərabərdir. Burada da qalıb 15 ilə 25'in cəmi 40. Albomun qiyməti nə qədərdir? 40 bölü 4. 10. Bir albomun qiyməti nə qədər? 10. Cavab B variantı. Sonra qırmızı, mavi, ağ topların, bu da maraqlı sualdır. Deməli, bizdə qırmızı top var, mavi top var, ağ top var. Demək, nə edir? Mavi toplardan 4'ə əlavə olunur. Mavi toplara 4'ə əlavə olunur. 4'ü gəldi. Qırmızı topların 3'də 1'i çıxılır. Ağ toplara 5'i çıxılır. Ağ toplardan 5'i çıxılır. Qırmızı toplardan 3'də 1'i çıxılır. Yəni çıxılsın 3'də 1 dənə Q yazıram, yəni qırmızı. Ondan sonra isə bu əməliyyatlardan sonra, bax bu 3 dənə əməliyyatdan sonra nə qədər ki qalır burada torbada qalan rənglər eyni olacaq. Deyir ki, eyni olacaq. Hərəsindən eyni olacaq. Deməli, bərabərdir. Bunu nə yazıram? Bunlar çıxanda neçə eləyir? 3'də 2. 3'də 2 Q bərabərdir. Bir dənə hər hansı bir X-a. Onda bura nə olur? Bu da X olur. Bu da X olur. Onda buradan mən qırmızını tapsam, bax qırmızı bərabər olur nəyə? X elə bil ki 3'də 2'yə bölmək. Tərsinə vurmaq deməkdir. 2'də 3 X deməkdir. Sonra mavini tapsam, baxın. Buradan mavini tapsam nə deməkdir? X çıxılsın 4 olar. X çıx 4. Sonra ağı tapsam, ağ bərabərdir. Baxın, buradan ağı tapsam nə deməkdir? Ağ çıx 5 X-dırsa, ağın özü nədir? X üstə gəl 5'dir. Vəssalam. Və bunların da cəmi, gəlin bunu da 1/5 eləyək. 1/5, 3'ü 2'yə bəndə 1/5 eləyir də. 1/5 X. 1/5 X. X çıx 4. X üstə gəl 5'in cəmi bizə nə verir? Ümumi topların sayını. Bunları toplasaq 1/5 X. 3/5.
3/5 x üzərinə gəlsin 1 olar. Düzdürmü? Çıx 4 üstə gəl 5 nədir? Üzərinə 1 gəlmək. Bizim ümumi toplamımız budur. X-i bilsəm bunu tapacam. Neçə top var? X-imiz bizim ən azı soruşa bilər də, düzdürmü? Ən azı soruşur. Ən azı X-i necə taparam? Baxın. Burada əvvəldə bir dənə cümlə işlənmişdi ki, ən azı bir dənə top var torbada hərəsindən. 1 olması üçün baxın mavidən ən yaxşı yerdir. Mavidən mən X-dan elə bir ədəddir ki, 4-ü çıxanda mavidə ən azından 1 qalmalıdır. İstəyirəm ki, 5 olsun. Tutaq ki, 5-dir X. 5 qoyanda 4, ən azı bir dənə qalır da mavidə. 5 olsa, baxın 1/5-i 5-ə vursam, 10-luq kəsir olacaq. 10-luq kəsir rəng ola bilməz axı. Ona görə 5 yox, cüt ədəd götürməliyəm. Cüt ədəd buranı tam eləyəcək. Cüt ədəd bizdə 6 gəlir də 5-dən sonra. X-in yenə 6 yazsam, nə olacaq? Mavi olacaq, vəssalam. Yəni burada əslində hər birini tapa bilərəm. Qırmızı olacaq 9, mavi olacaq 6-dan 4 çıxanda 2, X yenə 6 yazmışam da ağ da olacaq 11. Belə də toplaya bilərik bunlar əslində. Eləcək deməli 22, 22-də 9, 2, 11, 22. Burada da qoya bilərik. X yenə 6 qoysaq, vursaq bunları 21 eləyəcək. Üstünə 1 gəndə 22 dənə ən azından top var. Cavab D variantı. 22. Maraqlı sual gəlir. Deməli, bizdə $279 namizəd var. Mən kişilərin sayına x desəm, ümumi kişilərin sayına. Ümumi qadınların sayı olacaq nə qədər? 279 çıxılsın x. 279 çıxılsın x. Kişilərin sayına x desəm, qadınların sayı olacaq 279. Kişilərin sayının deyir 4/1-nin 4/1-i qəbul olmayıb. Qəbul olunan kişilərin qadınların sayı eynidir. Bəs 4/1-i qəbul olunub, nə qədər qəbul olub? 4/3. Deməli 4/3 sayda x, yəni kişi qəbul olub. Bunların da bərabər deyir, sayları eynidir. Bərabər nəyə? Qadınların, yəni 279 çıxılsın x-in. Deməli 5/1 əgər qəbul olmayıbsa, qadınların 5/4-ü qəbul olub. Vurursam 5/4. Vurursam 5. Bunlar bərabərdir. Bunları vurub atsaq, 5/4-ü bura x-ə vursam, çıxma olacaq. Sağ sol tərəfə keçirsəm üstəgəl olacaq. Yəni ki 4/3x üzərinə gəlsin 5/4x olacaq. Vurub atsaz. Bax 5/4-ü x-ə vursaz, sağ sol tərəfə atsa burada çıxmayacaq, üstəgəl olacaq. Bərabərdir, burada olacaq 5/4 vurulsun 279. Bunu vurmuram, axırda ixtisar gələcək. Deməli üçün ortaq məxrəc 20. Deməli, burada neçə olacaq? 31 olacaq. 5 3 isə 15x. Burada 5 qalacaq. Burada da 4 qalacaq. 5 3 isə 15, 4 4 16. 5 3 isə 15, 4 4 16. 15 16 31 x təbii ki. Bərabərdir, yəni 5/4 vurulsun 279. Həqiqətən də bu 279 31-ə bölünür. İxtisar aparsaq burada 9 qalacaq. 20 ilə də 5 ixtisar gedir. Burada 1, burada 4 qalır. Yəni biz almışıq belə bir ifadə. X bölünsün 4 bərabərdir. Burada da 4-dən 9 qalıb. 4 vur 9. 4-ə də vursaq x bərabərdir. 4 vur 9 vur 4. Bu da neçə eləyər? 144. Bəli. 36, bəli. 144. Yəni sən demə, kişilərin sayı 144-dür. Qadınların sayı da 274-dən 144 çıxanda 5, 135-dir desəm. Bəli, olacaq 135. İndi bizə deyir ki, neçə nəfərin müraciəti qəbul olunmayıb. Qəbul olunmayanlar 4/1 ilə 5/1 idi də. 144-ün 4/1-i 36-dır. 135-in də 5/1-i 27-dir. Bunların cəmi 27-dən 36-nın cəmi bizə verəcək neçə? 63 qəbul olunmayıb. Neçə nəfər qəbul olunmayıb? 63. Cavab B. Cavab olacaq B variantı. Növbəti sual. Deməli, 6 nəfər var. Birinci yer, yuxarıdan yazım. Birinci yer, ikinci yer, üçüncü yer, dördüncü yer, beşinci yer, altıncı yer. Bizə deyir ki, imtahanda birinci yer Babək tutub. Yəni şərt budur ki, hər iki halda burada 2 halı olacaq ən azından. Babək birinci yer tutub. Bu getdi. Elçin axırdan bir əvvəl. Elçin deməli buradadır, 5-ci yerdədir. Hər iki halda bu doğrudur, çünki məlumat dəqiqdir. Bunlar məlumatlar dəqiq idi. Çingiz Arifdən əvvəl və onun arasında bir nəfər var. İndi yerləşdirmə 2 cür ola bilər. Ya Çingiz ikincidir, Arif dördüncüdür, arasında bir nəfər var. Ya da
Çingiz 3-cü yerə gedə bilməz. Çünki Arif düşəcək Elçinin yanına. Onda Çingiz 4-cüdür. Arif idi ortadakı. Daha doğrusu Elçin idi. Arif düşdü axıra. Bu hallar ola bilər. Yuxarıdakı bir başqa haldır, aşağıdakı başqa hal. İndi ki hansılar mütləq səhvdir? Hansı mütləq səhvdir? Arif 4-cü bitirib ola bilər, olmaya da bilər. Son bitirən Arif ola bilərdi. Çingiz 2-ci bitirib ola bilərdi. Dəniz ən son bitirib ola bilərdi. Ola bilərdi. Çingiz 3-cü bitirib. C variantı mütləq səhvdir. Çingiz ya 2-ci qeyd eləmişəm, ya 4-cü qeyd eləmişəm Çingizi. Ya 4-cü ya 2-ci. 3-cü ola bilməz. Cavab C. Növbəti hər sualın cavabı bu variantlardan biridir. Uşaqlar bu sualın məğzi sudokuya dayanır. Yəni sudoku kimi bu cədvəli doldurmaq lazım idi əslində. Deyir ki, ikinci suala hansı cavabı verib Adəm? Adəmin ikinci sualını tapacaq. Sudoku kimi doldursaq. Biz bilirik ki, bax bu sətrə bir A yazmalıyam. A-nı hara yazım? Bura yazsam yuxarıda var axı. Onda A-nı bura yazmalıyam. Bir də C-ni bura yazmalıyam. Çünki ABCD istifadə eləməliyəm mən. Sonra başqa nə edə bilərəm? Başqa bu sütuna baxsam, 5-ci sualın sütuna. C yazmalıyam. C-ni hara yazım? C-ni bura yazsam, həmin sətirdə C var. Deməli, C-ni bura yazmalıyam. Bir dənə B qaldı, B-ni bura yazmayalım. Düzdürmü? Düzdür. İndi isə, bax, bu sətirə baxsam, Adəmin olduğu yerə. Ora bir Y yazmalıyam. Y-ni bura yazsam, baxın, aşağıda bir Y var. Deməli, oraya Y yaza bilmərəm. Y-ni hara yazmalıyam? İkinci suala. Elə bizdən onu soruşur. Adəm ikinci sualını cavab verib. Y variantını verib. Elə bizdə də variant olaraq Y-də qeyd olunub. Növbəti. Əslində bu bəsit sualdır. Biraz uşaqlar burada səhv edib. 24 ilə 30-a əgər ilk dəfə deyir ki, birlikdə ilk dəfə yeri dəydikdə. Bu tip suallarda əkop tapırsınız. Əkop 24 ilə 30-a tapacaqsınız neçə? 120. Yəni 120 ədədi 24-ə 30-a bölünən ən kiçik ədəddir. Və nəyi soruşur? Ön təkərlərin neçə dəfə dövür? Ön təkər hansı idi? Ön təkərin uzunluğu nə qədər idi? 24 idi. 120-ni də tapdığınız əkobu da bölürsünüz 24-ə, qalırsınız cavabımız 5. 5 dəfə dövr edir. Cavab B variantı. Sonra Bakıdan Qusara ödənişli gedən hər KAMAZ 18 manat, hər avtomobil 12 manat verir. Tənlik quracaq. 3 dəfə çoxdur. Deyir ki, KAMAZ sayı əgər x olsa, avtomobil sayı bundan 3 dəfə çox 3x olacaq. İndi KAMAZ sayı üçün nə qədər pul verirdi? 18 manat. 18-i vuracaqsınız x-a, üzərinə gələcəksiniz. Ümumi pulu hesablasaq. 3x-i vuracam nəyə? 12-yə. Çünki avtomobil nə idi? 12 manat idi. Və ümumi məbləğ nə qədərdir? 1080 manat. Bərabərdir 1080-ə. Bərabərdir 1080-ə. Bu tənlikdən x-i tapsaz elə KAMAZ-ı soruşur. X-i tapsaz cavabdır. 36x burada eləyir, 18 də burada. 54x bərabərdir 1080-ə. X də bərabərdir 54-ə bölsəz 2 eləyəcək. Burada yazacaq nə? 20. Yəni KAMAZ-ın sayı 20-dir. B variantı. Sonra bu qəşəng sualdır uşaqlar. Deməli bir gündə mağazanın hər birindən eyni saydır. Məsəl üçün Apple-dan 18-dən x-i çıxdı. Bu A-dan x-i çıxdı. 65-dən x-i çıxdı. Və burada qalan Apple-da nə qədər qaldı? 18 çıxılsın x qədər qaldı. A çıxılsın x qədər qaldı. 65 çıxılsın x qədər qaldı. Düzdürmü? İndi mənə deyir ki, Samsung telefonların sayı, qalan Samsung nə qədərdir? 65 çıxılsın x sayda qalıb. Bu digər qalanlardan 3 dəfə çox olacaq. 3 vurulsun. Digər qalanlar nədir? 18 çıxılsın x. Üzərinə gəlinsin A çıxılsın x. A çıxılsın x. Bunu vurub atsaz, deməli 65 çıxılsın x bərabərdir. 3-ü çıx 2x-dir da burada. 3-ü vursaq çıx 2x olacaq çıx 6x. Deməli üzərinə gəlsin 3a, 3 vura 3a. Üzərinə gəlinsin də 54. Üzərinə gəlinsin deməli 54 olmuş olacaq. Və buradan A-ları bir tərəfə, x-ləri hamısını bir tərəfə yıxsaq nə olacaq? 3a, müsbət 3a, çıx 5x, düzdürmü? Yəni x atsam bu tərəfə nə olacaq? Üstə gəl x. Burada axı çıx 6x-dir. X-dən 6x çıxanda çıx 5x olacaq. Bərabərdir 54-də bu tərəfə atsam, sol tərəfə. 61-dən 54 çıxanda 11 eləyəcək. 3a-dan 5x-i çıxanda 11-dir. Mən istəyərdim ki, x-a 1 verim. Amma olmur. Çünki 11 ilə 5-i toplayacaqsan 5 vur 1-i. 16 3-ə bölünməyəcək. X-a 2 versən, görüm alınır mələ. X-a 2 versən olacaq 10.
Deməli A da 7 olmalıdır ki, 21-dən 3 vur 7-dən 10-u çıxanda 11 eləsin. Bəli olur. Bir problem olmur ki, burada yuxarıda yox. Çünki 18-dən 2 çıxa bilirsən. A da 7-dir. 7-dən də 2 çıxa bilirsən. Yəni bunlardan 2 çıxmaq olur da. Həqiqətən də baxın 18-dən 2 çıxanda 16 eləyir. 7-dən 2 çıxanda 5 eləyir. 65-dən 2 çıxanda 63 eləyir. Yəni Samsungda qalan bu 63 digər bu qalanların, yəni 21-dən həqiqətən də 3 dəfə çoxdur. Həqiqətən də 3 dəfə çoxdur. Deməli aldığımız cavab düzdür. Ən azı A ən azı neçə olmalıdır? A ən azı 7 olmalıdır. B variantı. Növbəti. Satdığı kökəyə mən x desəm, satmadığı kökə olacaq 400 çıxılsın x. Niyə? Çünki ümumilikdə 400 kökə idi. 400 kökə idi. Satdığı kökəyə 40 köpük verirsə 40 vurulsun x deməkdir. Geri qaytarırsa çıx olmalıdır. Çıxılsın 20 qəpikdən nə qədər geri qaytarılan sayı 400 çıxılsın x. Və bunların cəmi də 100 manatdır. 100 manat axı mən qəpiklə işləyirəm. 100 manatı qəpiyə çevirəndə olacaq 100 vurur 100, yəni 10.000 qəpik. Bunları hesablasaq, deməli nə olur? Bax 40x, 20-ni bu x-ə vuranda çıxma toplama olacaq. 40x o da x, 60x olacaq. Baxın çıx 20-ni çıx x-ə vuranda üstə gəl olacaq. 60x bərabərdir. Burada çıxılsın 8000 olacaq. 24-dən 8000. Digər tərəfə keçəndə olacaq toplama. Yəni 18000 olacaq burada. Yəni bunun üzərinə 8000 gələcək. 18000, burada 0-ın birini silsən, 1800 də x-ə 6-ya bölsən 300 cavabını almış olacağım. Mən nə deyirdi? Həmin gün neçə kökə satmışdır? Bəli, satılanlara x demişdim. Cavab 300. Y variantı. Növbəti maraqlı sualdır. Deməli bizdə birinci, ikinci, bir də üçüncü qutu var. Və burada biz yaşıl, ağ, bir də qırmızı olaraq buradan düzməliyik saylar. Yəni, ümumi sayları bizə demişdi. Öncoqların 5-də 2 hissəsi birinci qutuya. Muncuqlar bizdə 420 idi. Biraz elə bir yerdən yazım ki. Birinci, ikinci, bir də üçüncü. Pis oldu yenə. Birinci qutu, ikinci qutu. Rəqəmlər görünsün. Üçüncü qutu. 120 ümumi muncuqlardır. 5-də 2-si. 120-nin 5-də 2-si nə qədər? 420. 420-nin yer açım özüm üçün. 420-nin 5-də 2-si. 420-nin 5-də 2-si nə qədər eləyir? Deməli, 5-ə bölsəm 84 eləyir də. Düzdürmü? 84. 168. 168 eləyir. 168. 1, 2, 4 nisbətində bölünüb. Yəni ki, bunlar nə qədər eləyir? X, 2x, 4x, 7x-ə. 168 7x-ə bərabərdirsə, x buradan alınır nə? Deməli, 24, hə? 24 alınır. Yəni, sən demə, uyğun olaraq, yaşıl 24-dür. Bu 2x deməkdir, 2 nisbətində. Bu 48-dir. Bu da 4-dür. 4 vur 24, 96 da qırmızıdır. Qara daha doğrusu. 96 da qaradır. Birinci qutuda. Sonra deyir ki, qalan muncuqların yarısı. Qalan muncuq nə qədər qaldı ki? 420 deyildi. 420-dən 168-i getdi. 420-dən 168 çıxdıq. Nə qədər qaldı? 2, 252, hə? 41. Bəli. 252-nin yarısı. 252-nin yarısı 126. 126-sı getdi hara? Bura. 126-sı getdi 3-cü qutuya. Deyir, qalanı 3-cü qutuya. Və 126-sı ikinci qutuya, amma hər rəngdən bərabər sayda. Deməli, 126-nı bura 3 yer bərabər yerə bölməliyəm. Yəni, nə qədər? 42. 3 bərabər yerə eləyəcək bizdə 42. Və salam. 3-cü qutuda 126 10 bilirəm, amma ümumi sayda bilirəm də. Yaşıllar nə qədər idi? 120. Burada 24, burada 42. Deməli, 3-cü qutuda yaşıl tapa bilərəm. Nə qədər eləyir? 66 çıxanda. 120-dən 66 çıxanda 54 eləyirmi? Bəli. 54 olacaq nə qədər? 3-cü qutuda yaşılların sayı. Olacaq 54. Sonra bu 48 ilə 42-nin cəmi 90 eləyir. Ağların sayı baxın burada demişdik 140-dır. 140. 140-dan 90 çıxanda 50 də 3-cü qutuda ağ olacaq. 96 ilə 42-nin cəmi 138 eləyir. 24 daha doğrusu 24 nə idi? 22 160-ı tamamlamalıdır. Qara idi. 22 olacaq səhv eləməmiz. Sonra indi bizə deyir ki, yaşıl, ağ, qara qutular ən çox hansı qutularda olacaq? Deməli, yaşıl ən çox hardadır?
yaşıl. Baxın 54 3-cü qutuda. Deməli yaşıl olacaq 3-cü qutuda. Buradan yazıram 3-cü qutu. Sonra gəlir bizdə ağ. Ağ ən çox hardadır? 50. Yenə 3-cü qutu. Sonra gəlir bizdə qara. Qara da ən çox elə birincidə. Yəni 3-3-1. 3-3-1 də baxın burada C variantında verilib. 3-3-1 C variantı. Bu qəşəng sual idi. Vaxt aparan sualdır. Bir torbada 1-dən 9-a kimi, bu da qəşəng sualdır. Deməli, ayla qalıq 0 olsa, yəni tam bölünsə, qalıq 0 olsa ayla, bahar qalıq 1 olsa, Cahangir isə qalıq 2 olsa qalibdir. Və aylı çıxardır 5-i, bahar çıxardır 9-u. İndi Cahangir elə bir şey çıxarmalıdır ki, 5-9 artıq çıxıb. Elə bir ədəd çıxarmalıdır ki, toplayanda onların deyir ki, bütün ədədlərin cəmini deyir toplayanda üzərindəki ədədlərin cəmini 3-ə bölsək alınan qalıqlardır bunlar. 3-ə bölsək. 3-ə bölsək alınan qalıqlardır. Deməli, mən məsələn hal-hazırda 9 ilə 5 çıxıbsa 14 eləyir. 0 çıxarsam hə, qalıq 2 verə bilər. Cahangir olsa 0 bizdə yoxdur. 0 yoxdursa onda bu 3 olacaqdı onda. Baxın, hal-hazırda 9 ilə 5 bizə 14 verir cəm. 3-ə böləndə elə qalıq 2 verir. Yəni Cahangir hal-hazırda belə çıxsa Cahangir qalibdir. Cahangir 0-ı çıxarsa, 0 çıxara bilmir axı. Onda 3-ü artıracaqsınız. 3-ü çıxardacaq, 6-nı çıxardacaq və 9 da çıxarda bilərdi, amma 9 artıq çıxıb. 3-6 vəssalam. Cahangir 3-6-nı çıxarda bilər. 3-6 nömrələri çıxartsa, həmin o 17 alacaq cəmləri də. Yəni 14 var, 3 gələcək. 17 qalıq 2 verəcək 3-ə böləndə. 6-nı çıxarsa 20, 14-ün 6-nı cəm 20 qalıq 3-ə böləndə 2-ni verəcək və qalib olacaq. Cahangir 2 qalıq 2 verəndə qalibdir axı. Vəssalam 3-6 çıxaracaq. Yəni çıxara biləcək topların cəmini tap. 3-ün 6-nın cəmini tapacaqsan. Bu olacaq 9. A variantı. Sonra marafonda qatılan kişilər deyir 1-dən başlayaraq. Deməli kişilər 1-dən başlayaraq düzülüb. Ən axırıncı olub 87. Onda kişilərin sayını tapa bilərəm mən. Və tək ədədlər daxil bunlar. Kişilərin sayı nə qədər olur onda? Kişi bərabərdir. 87-dən çıxıram 1-i, bölürəm artımlara, tək ədədlər 2-2 artır, üzərində 1 gəlirəm. Bu üstündən tapırsınız. Bu da eləyir 44. Düzdürmü? 86 bölündə 2, 43, 1, 44 bəli. Sonra bir də bir şey deyir ki, kişilərin sayı qadınların sayının 4 mislidir. Onda belə çıxır ki, qadınların sayı da 44 bölü 4. Qadınlardan 4 dəfə çoxsa 11-dir. Yəni qadınların sayı 11-dir, 44-lər, kişilərin sayı 44-dür. Sonra demişdik ki, qadınlar 2-dən başlayaraq cüt ədədlərdir. 2-dən başlayır, getdi, axırıncını bilmirəm. Ona görə bizə sual verir ki, qadınlara verilən ən böyük forma nömrəsi nə qədərdir? Axırıncını tapmaq tələb olunur. Məsələn, bunu tapmaq üçün isə 2-nin üzərinə artıq bir dənə ədəd getdi, 11 dənə ədəd olmalıdır da, 10 dənə ədəd qaldı. Hərəsi də 2-2 artır. Çünki niyə? Cüt ədədlər də 2-2 artır. Bu da nə qədər eləyir? 22. Yəni ən axırıncı qadın atletə verilən forma nömrəsi 22 olacaq. Ən çox, ən böyük. Cavab olacaq C variantı. Növbəti. Adilin qız sinif yoldaşlarının sayı oğlan sinif yoldaşlarının sayının yarısından. Deməli, oğlana mən 2x deyirəm ki, yarısını tapa bilim. Yarısı x eləyir, 2 nəfər də çoxdur deyir. Qız sinif yoldaşları sonunda olacaq x plus 2. Baxın, oğlan sinif yoldaşlarına 2x deyirəm ki, yarısı x olsun. Üstünə 2 gəlsəm x plus 2 olsun qızı. Deməli, Adilin qız sinif yoldaşlarının sayı x plus 2, oğlan sinif yoldaşlarının sayı 2x şəklindədir. Oğlan yoldaşlarının sayı, yəni 2x, oğlan yoldaşlarının sayı, yəni 2x. Qız sinif yoldaşlarının sayından 6 nəfər çoxdur. Qız sinif yoldaşlarının sayı x plus 2 idi. Bundan 6 nəfər çoxdur. Gəlirik. Buradan x alırıq nə? 8. X 8-dirsə, 2x nəyə bərabərdir? 16-ya. X plus 2 nəyə bərabərdir? 8 qoyanda 10-a. Bir dənə də Adilin özü var. Sinifdə neçə nəfər var? Şagird. 10 nəfər qız, yəni Adilin qız sinif yoldaşı. 16 nəfər oğlan sinif yoldaşı. Bir də Adilin özü. Oldu nə qədər? 10, 16. O da 16. 10, o da 16. 26, o da 1. 27 nəfər. D variantı. Növbəti. Burada əslində sadə bir məntiq var. Baxın, tutaq ki, ad sütunu, soyad sütunu, bir də doğum tarixi sütunu var. Burada bizə deyir ki, hər səhv etdiyi hər sətirdəki işçinin yalnız bir sütunu doğrudur. Məsələn, burada A doğrudursa, burada artıq bunlar səhvdir. Sütun, soyadla belə deyək, doğum tarixi səhvdir. Bunlar ikisi səhvdirsə, bir dənə doğum tarixi düz olacaq. Belə-belə gedəcək. Və bizə demişdi ki, ad sütununda 18.
səhv eləyib. Və burada fikir verin, hər sətirdə 2 dənə 2 dənə gedəcək. 2 dənə 2 dənə səhvlər var. Deməli onda belə çıxır ki, bu sualın məntiqi belədir. Baxın, bu sualın məntiqi belədir. Məndə 120 sətir varsa, 120-dən mən çıxacam biz nəyi? 18-i böləcəm 2-yə. Çünki hər sətirdə gördüyümüz kimi 2 dənə səhv oldu. 24 də eyni zamanda, 20 də eyni zamanda. Ya bunları 2-yə böləcəm. 18-i 2-yə böləcəm 9, 20-ni 2-yə böləcəm 10, 24-ü 2-yə böləcəm 12. Və 120-dən də bu cəmi çıxsam, 9, 10, 12-nin cəmini çıxsam, mənim bütün məlumatları doğru olan daxil etdiyim neçə nəfər olduğunu tapacam. Bu da neçə eləyir? 21, 30, 21, bəli, 31 çıxanda 89. 89 bizdə Y variantında verilib. Növbəti 20 ədəd muncuq var. Deməli sadə ədədlərdir. Bax deyir ki, sadə ədədlərdir. Biri digərindən bir və çox muncuq varsa, bu sadə ədədlərdən ancaq 2 ilə 3-də mümkündür. Çingiz 2, bəyim 3 olur. Bəyim 3, Çingiz 2. Dənizdə X, gündə X eyni saydadır. Alim ən çoxdur. Alimdə isə ən çoxdur. Alimin adı muncuq sayı. Deməli, mən bilirəm ki, 28 dənə muncuq var. 28-dən 2, 3, 5 getdi. Deməli, X, X, bir də alimi toplasaq, muncuq sayını. Bizə verməlidir 23-ü. Niyə? Çünki 2 ilə 3-ü getdi də artıq. 2 ilə 3-ü bilirik. 28-dən 5-i çıxdıq. Burada da A-ya 13 versək ödəyəcək. Bax, A-ya 13 versək, bunların sayı 5-5 olacaq, ödəyəcək. Sadə ədəddir. Digərləri ödəməyəcək. Deməli, alimin nə qədər muncuğu var? 13 dənə D variantı. Növbəti sual. Burada çox rahat bir məntiqə dayanır. Deməli, Nigar, Çingiz, deməli, Bilal, Dəyanət olacaq da məncə. Hə, biri digərinə. Hə. Bilalın saati Dəyanətin saatindən 7 dəqiqə irəlidir. Bilal bundan 7 dəqiqə irəlidədir. Həmçinin də Çingiz Bilaldan 7 dəqiqə irəlidədir. Bir də Nigarın saati Çingizin saatindən 6 dəqiqə irəlidədir. Bu da 6 dəqiqə irəlidədir. Burada məntiq nədir? Deyir ki, iclas Çingiz gəldikdən neçə dəqiqə sonra başlayacaq. Çingiz gələnə qədər, belə deyək də, Çingiz gələndən sonra, burada, 14 dəqiqə keçməlidir ki, Davud gəlsin və tamamlansın. Deyir ki, 4-ü də bir aya gəldikdən sonra iclas başlayacaq. Baxın, burada deyir ki, 4-ü də bir araya gəldikdən sonra iclas başlayacaq. Deməli, Davudu gözləməlidir. Bax, Çingiz gəldi. Onsuz da bu Nigar gəlib də. Çingiz başladıqdan sonra deyir də, gəldikdən sonra. Onsuz da Nigar gəlib də, o irəlidədir. Birinci gələcək. Çingiz gələndən sonra 14 dəqiqə keçməlidir ki, 14 dəqiqə baxın, Çingizlə Bilanın arasında 7 dəqiqə, Bilanın arasında 7 dəqiqə var. 14 dəqiqə keçməlidir ki, bu Davud da gəlsin və tamamlansın bu dördlü. Və salam. Deməli, neçə dəqiqə? 14 dəqiqə tamamlanmalıdır ki, Çingiz gələnsə 14 dəqiqə keçməlidir ki, iclas başlasın. Bitdi. Növbəti sualımız yenə bu sadə sevən tipi suallardandır. 2-2 belə bölsəz, görərsiniz ki, təkrarlanma var burada, baxın. Belə bölsəz və ən axırıncını da bölgünü də bölsəz, görərsiniz ki, tamamlandı. Yəni, neçə blok olduğunu tapacam indi. 120 dənə narıncı varsa, narıncıya baxın 1, 2, 3 dənədir. Deməli, 120-ni mən böləcəm 3-ə, blok sayını tapacam 40 dənədir. Yəni, verilmiş bu bloklardan, bu blokların sayı, bax, buradakı blokların sayı 40 dənəymiş səndimə, bölgülər. 40 dənə də hərəsindən yaşılları tapacam da. Yaşıllar da fikir verin. 1, 2, 3, 4, 5 dənədir. 40-ı da vuracam 5, hər blokdakı 40-ı 5 dənə yaşıla vursam, olacaq nə qədər? 200 dənə yaşıl. Olacaq 200 dənə yaşıl. Cavab burada olacaq D variantı. Sonuncu sual. Deməli, 28 şagird var, 4 top atır, 5 top atır. Deməli, mən buradan, məndən neyi soruşur? Ona x deyəcəm. Neçə şagird 5 top atıb? Deməli, 5 top atanların sayına x desəm, olacaq 5 vur x. Üzərinə gələcəm 4 top atanların cəmi. 4 top atanlar nə qədər qalacaq onda? 28 şagirdən x-i getdisə. 28 çıx x. 28 çıx x saydadır 4 top atan var. Vurdum 4-ə. Bərabər oldu ümumi 122 topa. Vəssalam. 5x burada çıxılsın 4x olacaq. Olacaq x bərabərdir. 122-dən də çıxacaq nəyi? 4 vur 28. Yəni 112-ni. Bu da bizə verəcək nəyi? 10-u. Vəssalam. Cavab olacaq B variantı 10. Hələlik bu qədər. Digər videoda inşallah görüşərik.